Bura kimin adı yazırdı? Cəma korku almışdı. Maşın kimi motosikletlər var. Dönemin yazıymışım. Lakabombo. Neçədir bu? Ve burada gemi turlarımız da var. Təhlükənin təhlükəsi. Bence benim de motosikletimi gösteren. Amma sonda. Hələlik. Salam dostlar, bugün hardayıq? 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 Harley Davidson'dayıq. Gəlin sizə bir dənə şey göstərəcəm. Bura kimin adı yazırdı? Ali. 8 appointmenti var. Biraz gec gəlmişik. Biz Azərbaycanı bizə gedişirik. İndi qardaşlar, hələ ki dokument işlər gedir. Əli motosikletdə qol çəkir, nə qədər falan filan. Mən sizə mənim arzum olan motosikleti göstərəcəm. Baxın, bunu almaq istəyirəm. Görün qardaşınıza yaraşır yoxsa yox. Oturdun, getdin dala. Qiymətini göstərim indi uşaqlar sizə. Qiymət 11.900. Bu nə deməkdir? Bu deməkdir ki, mən bunu bir ay işləyib ala bilərəm. Həftəyə 3000 dollar işləsəm, bu motosiklet mənimdir. Gəlin daşıyız, ürəyinizi istəyən motosikletin, baxın. Ürəyi istəyən motosikletin sizə qiymətini göstərəcəm və sizə əli almaq istəyən motosikleti göstərəcəm. Amma sonda. Deməli, baxın dostlar, belə 3 təkərli motosikletlərimiz var. Bunlar işlənmişlər də var, yeniləri də var. Bu işlənmişdir. Uşaqlar, 3 təkərli həyatın bir anda. Sidenya yumuşaqlar, arxa sidenya. Bir dənə bura çək. Sol satılıp bu da. Ha, bu satılır. Bir dənə arxa sidenya. Əgər boyun uzunsa, belə də sürə bilərsə. Açık burada gördüğünüz hamısı satılan motosikletlerdir. Burada gördüğünüz motosikletler hamısı satılan motosikletlerdir. Hamısı satılanlardır ve çok modeller var. Orada olanların da hamısı satılanlardır. Gəlin, prosta bir-iki dənə kimi əli bunun vidinə var. Bu Sportster. Qabaq təkər qalın, Adilə yaraşan bir otur görə bu sənə yaraşır mı? Qiymət 10.000. Kurye nə qədər işləsə ala bilər? O tərəfdən minməli. Subay adam işləsə nə qədər ala bilər? Bir dənə də meta açıqımızı taxaq. Deməli, sağlar. Bu var ya, həyatın bir anıdır. Mənə prosta xoşuma bilsən niyə gəlmir? Mən belə sürmək istəmirəm. Belə sürmək istəyirəm. O birisindən rul yuxarıdır. Amma bunun burası var. Bura bir dənə buradan keçər. Çox cooldur da burası. Həyatın bir anıdır. Gedək daş. İstəsəniz, baxın xalaq, maşın kimi motosikletlər var. Gəl bura. Bir dənə bu bitlərə var. Bir dənə bu kayıtlara var. Bir dənə parıltıya var. Bir dənə bu parıltıya var qardaşım. Bir dənə parıltının şukunu, pukunu, tukunu görmək istəyirsiniz, sizə bunu göstərim. Polis motosikletlər var. Bunun axşamı. Bir dənə buna baxın uşaqlar. Dəlixanada ya. Yolda sonra heç kim söz deyəməz. Lakabombo, Chakagunga. İnanırsınız bunu kaldırmağa korkuyorum. Derlikle ayaklarımı koyan da buraya var. Bir tane buraya bir tane video var. Bir tane buraya var. Buraya var. Muska yeri zat. Çok idealni. Qiymət Şokajembo. 10.000 dollar. Bir ay. Bir ay. 10.000 dollar. Bir ay. 10.000 dollar niye? Belki sport görəmək istəyənlər Gel var. buna bak. Səviyyədə belki bir dənə sportları göstərək. Qiymət. 3600 100 dollar. 2 həftə işdə ha. VSB qiymətinə. Belki bir dənə gedək. Gəl. VSB qiymətinə. Hara? Allah bir dənə bunun videonu var. Indiana. Gel bir dənə belki bunu da BMW. göstərək. Burada rul hündür olan var. Ama bir BMW dənə yine qiymətini göstər. BMW modeli 9000 2021-ci ilin. sportlar da burada. Gənclərin Buna bax. Çox qardaş mənə təyirləşir. gənclərin görmək istədiyi sport bayklar var burada. Sport baykları sən göstər. Mən oladan başım çıxsın. Sportlar ninjadır uşaqlar. 14.000-ə. 2 ay işləyən subay adam 2 ay işləsə bunu ala bilər. Suzuki Hayabusa ən sürətli gedən modellərdəndir. Yamaha'dır %90. Yamaha. Bunların benzin bakları belə inanılmazdır da. Budur benzin yeri bu. Ha, çok böyüdü, çok genişti. Aprila'dır. Aprila modelidir. Aprila ve yine de dünyanın en sürətli motosikletlər siyasına giden Suzuki Hayabusa'dır. Hardasa 300, bunun mile'la 180 mile sürətlə gedir. Neçədir Bu da böyle? hardasa- Neçədir? 15. 2025-ci il modeli dünyanın en sürətli modellərinin içindədir. Bilirsiniz də yəni, birinci skorusdan 100'dən çox sürət gedir. Suzuki Hayabusa. Bilinmir Azərbaycanda bunun 2002-ci ili. Ali çox vidi cool da. İnanılmaz bir şeydir. Bu Japonun belki en belə səviyyəsinin səviyyəsidir. Yəni, Çox cool vidi var bunun. Sərdir. Bunlar uzaq yol getmək üçün olan şeylər. Hə, bu da onda çantalacaqlar qoyular bura. 9.000 dollara görə bilərsiniz. KTM modeli də çox güman, oxşuyur. KTM modelidir ha, rəngindən bilir. BMW-nin off-road modelləri də var.
Buna çox hündür, çox böyük, uzaq. Allah, buna baxmışdım büyüyümdən. Bu da qəşəngdir. Bir motor 250-dir, yəni 125 kubdur. Çox dəli kimidir, çox inanılmaz dərəcədədir. Əli, içində o üç təkərli maşına oxşayanlar var. Orada varlıq da ki, Azərbaycanın və gənclərin bildiyi ən gözəl modellərdən biri. Həm bundan ekstrem eləyirlər, çünki buna əlavə avadanlıqlar quraşdırılıb. R1 modelidir bu. Yamaha'nın R1 modelidir. Bundan bilmirəm 400-dən gedirlər, 500-dən gedirlər. Yəni bu Yamaha'nın ən səviyyəli modellərindən 7500-ə. Bu hardasa 300 nəsə gedir, bu çox sürətli modeldir. 300-dən gedir ha bu? Bu ayrıca düzəldilmədir ki, bu aşanda bir şey olmasın, təhlükə yaranmasın. Və sizə Bahar Davidson'da Allah, bu parıltılar adamın gözünə aparırdı. Bu Harley'nin 3 təkərli olan, rahat sürə bilmək üçün, nə bilim, yaşlı adamlar, ailələr üçün istifadə olunan modellərdir. Arkada bel dayayan, əl yeri tutar. Qaqa, burada da aşma təhlükəsi yoxdur. Qaqa, bu dünən daha mənlikdir də. Bildiğin maşın kimi sürürsən bunu. Neçədir bu? Qiyməti çox, o birilərdən biraz baha. 25 min. Öyle 25 min? Allah, buna bak. Bunun arxasını çək. Bildiğin maşın. Arka bildiğin maşın. Arka maşının kuzasının yığılmış forması. Qiymət 17 min dollara. Oturursan bildiğin maşın kimi. Ayaq, pedal, tormuz, hər şey maşın kimi. Bu da və belə qabağında... Allah ola Sabrimenlilərdir də, bunlar eski... Daha sport tipdə olan modellərdir. Avtomat korobka olurlar. Bunlar avtomat korobkadır. Götürürsən, bunda rahat sürürsən. Tormuz maşın, tormuz kimi ayaqda. Qiyməti də... 14 min. Hələ bir ay yarım. Kreditlə alsan ayları 300 dollar. Valla 3 aya məsəl üçün ekonomla zadla polun ola bilərsən də. Bir dənə şlemləri də göstərək, bağlayaq. Şlemləri də göstərək. Neçədir qiymətlərini göstərək. Deməli, Bura partlardır uşaqlar. 170-ə, 180-da, 180-da, 180-da 20% offlandı. Buradakılar var ya. Burada da var şlemlər. Bunlar bahalı modellərdir. Bu Repsol modelinə oxşuyur. 500, 180 yenə var. Yəni burada belə 49 dollar da var. Hələ sən deyən adları az olur. adlar azdır. 49 dollara. Məsəl üçün adi kasklardır bunlar. 75-ə, 49-a. Bunlar Harley üçün sürülən modellərdir. Mən bir dənə beləsini götürəcəm. Paltarlar ciyimlər Bunun neçədir? paltarlarda yağış keçirməyən Qiymətini göstər bunların da. modellərdir. Qiymətləri görsək super olar. Ha, var. 250-yə bir gün işləyib ala bilirsin. Dəstəli. Bu dirsəkliklər də var içində. Telefon qoyanları, İçində zaten dirsəklikləri var, əlcəkləri var. Bunlar nə su keçirdir, nə həm də içəridə qorumaq üçün dirsəkliklər var ki, plastikdən görə biləsən bu iç hissəsində. həm də bunlar desən işıq geri qaytaranlardır. Abrakdadır. Və bir dənə Svet ən son atracayır. olaraq sizə burada bir dənə velosiped də göstərirəm. Bununla da hələlik sondan bırakacağım. Bunlar elektrikli modellərdir. Bu da elektriklər hamısı. Neçədir qiymətləri? Bunlar Təzəsi. hardasa 4000-5000 dollar. Bunlar nə modelidir? Harda deyirsiniz bu? Yox, bilmirəm ki. 5000 Yox, dollar. başqası. Bu Bugatti Dider'dir. O bir dənə ən sürətli modelisi onu budur. göstər bir dənə ən sürətli dediyim. Bildiyiniz Bugatti'nin ən sürətli modellərindəndir. Qiyməti 18 min dollardır. Bu V4 təhlükənin təhlükəsidir. Bu modeli maraqlanın. Sadəcə təhlükənin təhlükəsidir. Göstərim sizə, baxın, Bugatti Street Fighter V4. Görə bilərsiniz və burada bir dənə velosipedi göstərək sonlandır. Məncə motosikl almaqdansa velosiped alaq. Yalaşar mənə sizcə? Neçədir bura? Qaqa 50 dollar. Elektrikdir bu. Ola motosiklet ucuzdur ki. 6 min? 6. Bax, onda Burada burada nəsə bunun haqqında məlumatlar var. İnşallah internetdə axtararsınız. Qaqa bu nədir? Bu köhnədən qalıb. VSB deyir, şəkildə düzəllənib. Ha, Necə belə təhlükəlidir. İstədiyin modeli də minib, hətta test drive edə bilirsən. İstədiyin modeli minib, test drive edib götürə bilirsən. Karoçi, nə məsləhət görsən? Hansından alar? Mənim Sənin motosikletini göstərmədim, göstərmədin. onu axırda göstərəcəyik. Götürəndə xodlayıb göstərəcəyik. Hələlik. Uşaqlar, bir dənə buna baxın, prinsep taxırlar buna indi bizim yanımızda. Mən bunu sürmək istəyirəm. Özləsən prinsep taxırdır. Mən neçədir uşaqlar? 3 təkərli tam mənlikdə, Harley Davidson. Taxır indi prinsepini. Motosikletdir, motosikletin bagajı var. Yığ şələşüləbi. Bu artıq motosikl deyil, bu bildiyim maşındır. Ay, çox idealdır da. Parıltısız Parası adı. rəngə. Bir dənə elə gör aça bilsən, o da açan yeri. Wow, nə boyda da. Nömrəsi də, maşın nömrəsi. Nömrə maşın nömrəsi kimi bildiyim. Yeri ilə at. Birdən buradan bura dönməyinə var. Uzunluğu var bir dənə. Təsəvvür dönəndə bir dənə maşın kimidir. Öz arxası da maşın kimidir elə. Yəni bu maşının custom edilmiş forması balacalaşır. Sən nə oldu, vermədilər sənə motosiklet? Yo, mənim motosiklet gözləyirəm də dedilər ki, sənədlər sən deyirsən, adam deyilsən. Sən Bostonda axtarışdasan deyə indi. Ben işləmirəm, adımı. Mən bura adımı başqa... Sən niyə belə uzatışacaksın? Bir kaskata Adımı tanımasın. bura başqa Nurlan demişəm adımı.
gizlətmişəm. Soruşduğum dəmirlər bunun üçün stoyka qoyulur. Bu modeller bahalıdır. Bu da elektriklidir. Bu modelin qiyməti nə var? Təsəvvür elə. Hə, o bir sədən. Harley Davidson qiyməti nədir? Çox bahadır bu. Bu çox sürətlidir deyədim ona görə. Mən Bugatti Daybalasını çox sevirəm. Onu Azərbaycandan da çox sevirəm. Açarı da bildim maşın açarı kimidir. Yəni açarı maşın açarı kimidir. Maşın açarına fərqlənmir. Neçədir bu? Bu çox yumuşaqdır. 14 minə. 14 minə. Çox yumuşaq və səsi daha yüksələn və çox sürətli gedən modeldir. Arxa təkər də bunun çox qalındır öz şeyinə görə. Bəli, çox qəşəng görürsən. Modeller içində bunun arxa və bunlarda bir tərəfdə stoyka olur. Yəni arxa dəmir birləşmir. Və burada ayağınızda quşitlərdə dəymə təhlükəsi yox. Heç bir modeldə ayağın qurşitdə dəymə təhlükəsi yox. Arxada oturan adamda qurşitlə ayaq toxunma təhlükəsi var. O da sport modellərdə olur. Bu modellərin qurşit hissəsi üstü əlavə avadanlıqla donanır deyə üstünə korpus qoyurlar. Yəni bu qurşitdir bunun altındadır. Bu qızmır. Ona görə sən ayağı uyandır. Siz indi qəşəng eşitmişsiniz, orada bir dənə kodladılar. İçəridə bir dənə ideal səs gəlir. Orada bu da sportları yuxarıdan da görürsən möhtəşəm. Bu Ducati modeli də çox möhtəşəmdir. Pauzanı basıb yaxınlaşdıra bilər usta, yəni hərəsi bir kayfdir, yəni hərəsi bir həyatdır yəni. Bu 12 minədir. Bu əslində çox süperdir. Oturuş tərzim velosiped kimidir. Oturuş tərzi bildiyim velosiped kimi və biraz yüngüldür o bir modellərin. Azərbaycanda ən çox sürülən motosikletlər bilirsən də, onlar bir dənə qiymətlərini göstərəcəklər bəlkə. Göstərdikdə zaten. Hə. R1'dir. Hayabusa da sürürlər. Düzdür, biraz bizdə Kitay modelləri falan çox gəlir. KTM falan çox azdır bizdə. Bizdən çox Yəni cibində 10 mindən gəlsən ürəyin istədiyin motosiklet modeli ala bilərsən. götürüb gedə bilirsən. O çox qəribə. Sən niyə 20 min aldın? Çünki mən Custom Edition götürmüşəm. Hə. Custom Edition'ın özəllikləri səs sistemi fərqli olur, rul dəyişir, qurşitil dəyişir. Normalda 1250 kub olmalıdır. Yəni bir motor 250 kub belə gedir də 1250. Məndə Custom Edition olub deyə, stage olub deyə 1700 olub. Yəni 1.7 motordur mənim motosikletim. Onun səs sistemi, oturuşu, işıqları, dönmə işıqları, pоворotnikləri falan hamısı dəyişilir deyə ona da qiymət fərqli olur. Və mənim aldığım model köhnə modeldir əslində, çox təzə model deyil, amma çox az sürülmüş bir modeldir, 7000 kilometr sürülür. Və mənim aldığım modelin 2017-dən sonra bildiyim qədərlə stokda bitib. Yəni bu modellər stokda bitən model həmişə getdikcə daha da qiymətli Aylıq qalxan kredit model nə olur. qədər oldu bəs? Kredit deyil. Kəş almısan? Cash. Kredit. Mən ona görə də 7 ay yaxındır ki, Prius sürürəm. Prius sürmə səbəbim odur ki, 7 ay ərzində mən $1000 hər hansı bir maşına kredit ödəyə bilərdim. Ödəməmişəm. $1000 qırağa pul ata bilsən rahat. Hər hansı bir sığorta yüksək, maşının qiyməti bahalı olanda yüksək məbləğ sığorta verirsən, 300 verirsən, 400 verirsən. Mən məsələn sığorta az verirəm, 125 verirəm. Sonra canım sənə etsin. Fərqli problemlər var. Yəni bahalı maşın sürüb kredit ödəməkdənsə nağd maşın sürüb kredit ödəməyib o pulu yığa bilərsən. Mən məsəl üçün $1000 kredit atmalıyam, 1000 də qırağa ata bilirəmsə, bu o deməkdir ki, ayda mən 2000 qırağa pul ata bilirəm. Amma kreditə versəydim başqa bir maşına hər hansı bir kredit ödəmiş olacaqdım, o da mənasızdır. Mənim gördüyüm işdə yeni maşın almaq öz zövqün üçün, öz rahatçılığın üçün ola bilər. Amma kuryerlər müəyyən ildən sonra, adam tanırım 12 ildir buradadır, $2000, $3000 Prius sürür. Çünki artıq adam bəlkə də yüzlərlə maşın alıb sürüb, maşından doyursan, görürsən ki, maşın bahalaşdırıcaq pul bahalaşmır. Eyni maşınla daha az rasxod edərək, daha çox pul kənara atıb yığa bilirsən. Biraz əziyyət, daha çox keyfiyyəti əziyyətdən sonra görürsən, əldə edə biləcəyin bir şeyi. Mən başqa fikirləşirəm, bundan götürüm özümə. Bu Yamaha'nın neçəncinin modeli alına bilir. Çox Sideniyasınız da var. Bunlar yarış motosikleti olub, məsələ odur. Sideniya yerinə də adi quru maçalka qoyulur. Geyimlərdə. How old is that? Yeah. Probably mid-1970s, mid to late 1970s. It's a two-stroke race bike that our owner used to run. So him and his brother, so they actually race this at Loudon Motor Speedway, or New Hampshire Motor Speedway, which is Loudon Road Course. And those are their actual levers that they use. So our owner's is on the left and his brother's is on the right. Şu burada? Bunlar süperdir. Bunlar bu bildiğin yarışda iştirak edirlər, bura. Elə İki qardaş iki qardaşlar, onlar birinin də birinin olub. Çox maraqlı bir şeydir. Çox əvvəllərin yarış motosikleti təsəvvür belə olur. Təkərləri çox nazik və oturuş yeri maçalkadır, benzin bakımı belə. Yəni bu getsə bəlkə 50-60 ilə gedər, çox belə 70 ilə gedər maksimum ya. Max speed limit how much?
I mean, it'll go as fast as you want to push it, but I would say that it's probably going to be north of 80 miles an hour. 80 miles. İnşallah. Hadi hardasa 80 mile, 140, 140, 80 mile, 140, 135 kilometre. Hadi 80 mile. 130 kilometre. 130 pis değil. Yüncüldə axı. O dövrə görə əlbəttə ki, bildiyin velosiped sürürsən 130 mil. Bu velosipedin heç bir fərqi yoxdur, təkərlə velosiped qalmalı. Bir dənə qabağına küləyi kəsə bilmək üçün bir dənə belə bir şey yığırlar, başqa heç nə eləmirlər. Və çox təhlükəli görünür, yəni rulo tutuşu, street shift. Başın hər halda burası olub. Hə, uzanırsan da belə, amma sadəcə bunu canlı görmək inanılmaz möhtəşəmdir. Bir də bu səhnədə yeriməyə parıltı göz qamaşdırır rənglər. Qiymətlər də inanılmaz ucuz olduğunu. 7000, 12000, 12000. O qədər böyük, bunun 10 min. rənglərinə baxsan, qəribə bir şeydir. India modeldir, bunlar Harley Davidson oxşayan çox gözəl India modelləridir. Yəni 19 minə. Bunun normalda qiyməti gedib Azərbaycanda alsın 100 min manatdır. 8 min. Abi, bu necə gözəl modeldir. 10 min. Bunun rəngi necə gözəl. 11 minə. Arkadaşlar, rəngə bax 11 minə. Bunun rənginə bax mat yaşıl. Qardaş, krediti $400 zətdi bunun. $400. Yəni düşünəndə adam gözlə dəli olur da bu nədir oğlum? Lan bunu sürülməliyim, o qəribə eləyir. Həmişə dedim, heç vaxt belə motosiklet tutmamışam da bizdə var. Bəli, görməmişdim, amma indi gördüm. Həqiqət zordur. Yəni canlı görsəz daha ləzzətlidir. Yaxın gətir. Kodlanmaq yerinə bax. Stop. Nə bir şeydir qardaş? 200 mindən. 200. Hələ orada nələr var inşallah, nələr. Gəlin gedək başqalarına da göstərim. Buradakılar göstərmişdim bilməmişsə. Çox cooldular da yəni uşaqlar. Məni də bunda çəksən, çox möhtəşəm görünər. Mənə bəlkə də yaraşa bilər bu. O tərəfdən də. Mən bunu sürməyi çox risk eləmərəm. Çox təhlükəli görünür, çox böyük görünür. Bunu sürmək üçün ürəkli olmalısan məncə həqiqətən. Bunu necə adam sürür? Bu necə bir şeydir? Çox cool görsən Əli. Bu nədir o? Mən onda 2 dənə bundan ala bilərəm. Desəsən $10.000. Bunun arxasına var. Pasatka verir. Çox cool görsən. Oy da bu nədir o? Bu nədir o? Həyatın bir anı uşaqlar, adam kəsdikcə, baxdıqca, gördükcə daha da Yamaha-çılar, baxın. İnsanlar gəlirlər burada. Sizə bir də yaşlı insanlar 10 min var, 10 min. Mənim aldığım modelin 8 min. oradakılar hamısılar satılıb. Bu boyda para 8 min Əli. Ha belə. Bax tərtəmizdir. Maraqlısan buradakılar hamısı satılıb, sol dolanlardır. Bu qədər insan alır bu uşaqlar. Maraqlı tərəfi bilsən nədir? Maraqlı tərəfi odur ki, burada bir model var, onu sizə göstərmək istəyirəm. Türkdə bəlkə baxmışsınız. Qızıl altın əlbisəli adamın çəkdiyi bir model vardı. Mənim modelimin Verod versiyasıdır. Göstərə bilərəm sizə. Bəlkə onun videosunda görmüsünüz. Altın əlbisəli adam bunu çəkdi. Bunlar mənim modelim kuzası eynidir, amma başqa biraz dizaynına fərqləri var. Amma kuz olaraq eynidir, eyni sistemlə işləyir və mənim aldığım model kimi bu da bu Harley Davidsonların ilk istehsal olunan su soyutmalı modelləridir bunlar. Digərlərində heç biri belə deyil. Bu nə parıltıdır. Bəlkə deyirəm, mənim də motosiklimi göstərər, sarıda çıxanda göstərər. Ayrı qoyublar bir ağa. Burada görə bilərsiniz, mənim adımı qabaqcadan görə bilərsiniz. Yazılmışdı, ayın 15-i əslində gəlməliydim. Ödəniş eləyəndən sonra gəlmədim. Bu model məncə belə qəribə bu custom edition'dır, bilmirəm. Sevdiyim, daima baxdığım videolarına, adına. Yəni, oturuş tərzi olaraq, sürüş tərzi olaraq bunun rulu görünüşü var. Bunlar sonra da boyma deyil, bu radnoy belədir, bu hazır belə gəlir. Burada da benzin bak deyil. Burada hava filtri olur. Bunların Kurşitil sistemi də biraz fərqlidir, dəyişdirilir. Bunun sidenası belə açılır, maqnit kimi yapışır bura demələr. Benzin bakı buradadır. Burada görünüş olsun deyə bura hava filtri qoyulub. Bu da fərqli bir tasarımdır. Fərqli dizayndır. Benzin bak bu hissədədir və bu custom edition olaraq təkəri də görə bilərsiniz belədir. Pavorotniklərini göstərəsiniz. Qabaq pavorotniklərini göstərim. Qabaq pavorotniklər custom olunub. Əslində bu şeydən keçmir. Bunlardır pavorotniklər. Belə bir şey göstərim sizə. Görə bilərsiniz işıqları, səsi.
Çox cool. Qaqa, həyatın bir anıdır. Mən 85.000 dollarlıq maşın almışdım. Belə bir sevinç hissi, belə bir adrenalin heç yaşamamışam. Özümü uşaq kimi hiss edirəm. Daima YouTube'da, daima videolarda baxıb Azərbaycanda olanda heç vaxt ala bilməyəcəyim bir şeyi təsəvvür edib, illər keçdikcə sonra uşaq kimi üstündə oturaraq bunu yəni hisslərimi şöyle çıxardıb sizə deyə bilmirəm. Yəni burada ən bahalı maşınıma qədər almışam 85.000 dollarlıq. Mən o hissinə, adrenalini heç yaşamamışam. Bunda onu necəsə yaşayıram, bilmirəm niyə. İstəyirsiniz bir dənə də işə salım sizə bunu səsini göstərəm. Ya, zardaş. Sonra Çox əladır. sağollaşaq. Sizə qismət olsun qardaşlar, arzusunda olanlara qismət olsun. Bundan da daha gözəlləri. Mən paxıl insan deyiləm. Ümid edirəm ki, xəyallarınızın ardıca gedərsiniz. Olduğunuz bataqlıqda qalmağa çalışmayın. Bataqlıqdan çıxmağa çalışın. Təslim olmayın. Bu yoxdur, olmur deyə oturub özünüzə qapanmayın. Mən edə bilərəm deyib hər zaman addım atmağa çalışın. Bəzi yolda qırıla da bilər, getdiyiniz yol kəsilə də bilər, mindiyiniz təyyaranın bileti atqaz da olana bilər. Fərq eləmir. Bu sizin həyat motivasiyanızın aşağı düşməsinə yol açmasın. Yəni bu şey qartallara da var, iddətdə var. Uşaqlar, bununla da bizim motovloqumuz bitdi. Belə deyim uşaqlar, bu günlük bu qədər. Xahiş edirəm takib atın, ekranı bəyənin. Yoxsa tutuqaydı. Və göstərdiyim modellər içində mənim seçdiyim modelin və digərlərinin necə olduğunu bildirin. Sizcə mənim zövqüm necədir və digərləri hansılar yaxşıdır? Misal üçün birinci gördüyünüz model, ikinci gördüyünüz model, onları bildirin. Bizim üçün çox önəmlidir sizin fikirlərinizdə. Bu da mənim istirahat zamanlarında sürəcəyim Night Road Special Custom Edition 2015 model. Nə, mən də çək. Bunda uşaqlar mənə də görsün ki, Adilə yaraşır bunlardan. Bu model məncə hər kəsə yaraşır. Ayağımı qabağa qoymağa çalış, çatırsa. Çatmır. İnanılmaz görünür. Və bunu da göstərim ki, motosiklin arxa təkəri hardasa Adilin kürəyindən enlidir. Və qabaqdan görünüşünü də göstərim. Əslində Mahirə də çox həvəsim olmuyor motosiklər, amma Əli məndə bu həvəsi yaradır da yəni. İnanın bu həvəsi məndə yaradı. Nəysə, bununla da vloqumuz sona yetirir uşaqlar. Xahiş edirəm takib atın, bəyənin və dostlarınıza göndərin. Məncə Boston vloqumuz hələ başlanğıcdır, arxası var. və bunun səsi kifayət eləyir sürməsən belə. Mütləqdir bunu sürəsən. Həyatında olsun arada xodda səsinə qulaq as, rahatlığı tat. Öpürəm sizi, izləməkdə qalın. Sağ olun, bay bay dostlar, özünüzə yaxşı baxın. Getdik.